Herkese salam. Biz bugün OTK'nın 9-cu siniflər üçün olan buraxılış sınaq suallarının izahına baxacağıq. Başlayaq birinci sualdan. Deməli, burada biz sürəti müxtəsər kimi açsaq, olacaq 402 çıxılsın 398 və 402 üstəgəl 398 bölünsün 800. Bu da bərabərdir. Deməli, burada olacaq 4 vurulsun 800 və məxrəcdə 800. Burada 800'lər ixtisar gedəcək. Cavabımız qalacaq 4. Növbəti suala baxaq. Deməli, 60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorunun sahəsi 24 pi olarsa, dairənin radiusunu tapın. Deməli, burada ən yaxşı yol tənasüb qurmaqlandır. Deməli, 60 dərəcədən 24 pi olarsa, 360 dərəcədən də x. Yəni, burada, belə deyim də, dairə çəksək, bu dairədə ümumi göğsün dərəcəsi 360 dərəcədir. Yəni, burada elə bil ki, bu 6 hissəyə bölünübsə, bunun deməli bir hissəsinin sahəsi 24 pidir. Burada hamısı 24 pi olacaq. Elə 24'ü biz 6'ya vursaq, dairənin ümumi sahəsi çıxacaq. Onsuz da burada tənasüb quranda da həmin şey çıxacaq və buradan dairənin ümumi sahəsi olacaq 144 pi. İndi onlar da bizdən istəyirlər radiusu. Dairənin sahəsi tapılır necə? Pi r kvadratı şəklində. Onu da tapmışıq biz 144 pi. Burada pi'lər ixtisar gedəcək və r kvadratı bərabərdir 144. 144 də 12'nin kvadratıdır. Cavabımız 12. 6'da bir hissəsi dolu olan çənin boş qalan hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur. Burada bir dənə qab çəksək, deməli bunun 6'da bir hissəsi su ilə doludur. Onda bunun hansı hissəsi boşdur? 6'da 5 hissəsi. Onlar da bizdən boş hissənin dolu hissədən neçə dəfə çox olduğunu soruşurlar. A'nın B'dən neçə dəfə çox olduğunu tapmaq üçün A'nı B'yə bölməliyik. Yəni biz burada 6'da 5'i böləcəyik 6'da 1'ə. 6'da 5 bölünsün 6'da 1. Bu da bərabərdir. 6'da 5 necə var? Qalır. Burada isə bölmədən vurmaya keçəndə 6'da 1'in tərsi. Yəni 6. 6'lar ixtisar gedəcək. Cavabımız 5. Baxaq növbəti suala. Deməli, A üstəgəl B8, A vurulsun B3 olarsa, A'nın kvadratı üstəgəl B'nin kvadratını tapın. Deməli, biz burada nə edirik? A kvadratı üstəgəl B kvadratı. Bura bir dənə plus 2AB minus 2AB əlavə eləsək, deməli, biz bunu A üstəgəl B'nin kvadratı şəklində yığa bilərik. Bərabərdir. A üstəgəl B'nin kvadratı çıx 2AB. Bizim A üstəgəl B'miz var və A vurulsun B'miz də var. Gedib yerinə qoyub cavabı taparıq. 8'in kvadratı 64 çıxılsın 2 vurulsun 3. Bu da bərabərdir. 64 çıxılsın 6. Bu da bərabərdir 58. Hipotenuzu kökün altında 21, katetlərindən biri, kök altı 5 cm olan düzbucaqlı üçbucağın digər katetin uzunluğunu tapın. Deməli, düzbucaqlı üçbucaq çəkdik. Burada hipotenuzu deyir bizə kökün altında 21'dir. Katetlərindən biri də kökün altında 5. Biz burada bir dənə Pifagor yazsaq, burada bir x yazsaq, olacaq deməli kökün altında 21'in kvadratı bərabərdir. Kök altı 5'in kvadratı üstəgəl x'in kvadratı. Burada 21 bərabərdir 5 üstəgəl x'in kvadratı. X kvadratı bərabər 16, x də bərabərdir 4. Kökdə 2 ədədinin kəsir hissəsi A ədədinə bərabər olarsa, bu ifadənin qiymətini tapın. Əvvəlcə uşaqlar belə bir şey yazaq. Deməli, ədədin özü bərabərdir ədədin tam hissəsi və üstəgəl onun kəsir hissəsi. Kəsir hissəsini isə bu mötərizə ilə. Və biz bu ədədin kəsir hissəsini tapmaq üçün ədədin özündən onun tam hissəsini çıxsaq, deməli, həmin ədədin kəsir hissəsi qalacaq. İndi biz baxaq görək kök altı 2'nin tam hissəsi neçədir? Kök altı 2 hansı kök çıxan 2 ədəd arasında yerləşir? Deməli, biri 1, biri də 4 arasında, düzdürmü? Deməli, 1'dən 1 çıxır, kökün altında 4'dən də 2 çıxır. Deməli, bu kökün altındakı təqribən bir tam neçəsi alır. Yəni bizdə bu neçəsi lazım deyil. Bizə əsas lazımdır. Baxın bu tam hissəsi. Biz bildik ki, deməli kök altı 2'nin tam hissəsi 1'dir. Onu da gedib yerinə yazsaq. Kökün altında 2 çıxılsın 1. Bu bunun olacaq kəsir hissəsi. Kəsir hissəsi. İndi burada ifadədə yerinə yazsaq. 2 çıxılsın kökün altında 2.
A-nın yerinə yazırıq deməli, kökün altında 2 çıx 1 və çıxılsın 1. Bu da bərabərdir. 2 çıxılsın kökdə 2, kökün altında 2 çıxılsın 2. Gördüyünüz kimi bu ədədlər əks ədədlərdir. Biz indi bu sürətdən və yaxud da ki, məxrəcdən heç bir fərq yoxdur. Birinin yerini dəyişib qabağına mənfi verəcəyik. Bərabərdir. Gəlin elə lap sürəti dəyişək. Burada kökün altında 2 çıxılsın 2 yazaraq qabağına bir dənə mənfi veririk və kök altı 2 çıxılsın 2. İxtisar aparsaq cavabımız qalacaq mənfi 1. 7-ci suala baxaq. Kök altı 6-nı biz yaza bilərik. Baxın belə. Kökün altında 2 vurulsun, kökün altında 3. Çıxılsın kök altı 2. Vurulsun, kökün altında 3 üstə gəl 1. Biz bu birinci ifadədən kök altı 2-ni mötərizənin xaricinə çıxarsaq olacaq. Kök altı 2. Burada da qalacaq deməli kökün altında 3 çıxılsın 1. Və burada da kökün altında 3 üstə gəl 1. Bərabərdir. Bunu müxtəsər kimi yığsaq, deməli kökün altında 3-ün kvadratı çıx 1-in kvadratı şəklində yığılacaq. Olacaq deməli kökün altında 2 vurulsun. Bu da olacaq kökün altında 3-ün kvadratı ilə 3 çıxılsın 1-in də kvadratı 1, 2. Və cavabımız 2 kökdə 2. Baxırıq növbəti suala. Deməli burada AB və C çoxluqları üçün ştrixlənmiş hissəyə uyğun ifadəni tapın deyir. Deməli gördüyünüz kimi burada A, B-ni deməli ştrixləyiblər. Amma C olan hissəni isə boş saxlayıblar. Deməli A birləşir B ilə, amma sonradan isə həmin bu C-ni çıxıblar oradan. Orada da həmin deməli şəklə uyğun olan cavab A variantındadır. Gördüyünüz kimi A ilə B-ni birləşdiriblər və çıxıblar C-ni. Ona görə cavabımız olacaq A variantı. Baxırıq növbəti suala. ABC üçbucağının deməli burada gördüyünüz kimi oxşarlıqdır. Bu belə oxşarlıq sualları çox düşür imtahanlarda. Deməli burada bizə MN-i AC-yə paralel veriblər. Deməli onda bura alfadsa, burada olacaq alfa çünki uyğun bucaqlardır. Bura betadsa, burada olacaq beta və bu gamma isə həm bu balaca üçbucaq üçün, həm də böyük üçbucaq üçün ortaqdır. Deməli bu üçbucaqlar oxşardır. Sonra onlar bizə deməli veriblər MN bölünsün AC, MN bölünsün AC, 2 bölünsün 3. Yəni bura 2K, bura isə 3K. Sonra BN-i veriblər 4 və onlar bizdən NC-ni istəyirlər. Yəni biz burada bir X yazsaq. İndi gəlin oxşarlıqdan. Balaca üçbucaqda alfanın qabağında nə dayanıb? 4. 4-ün böyük üçbucaqda alfanın qabağında nə dayanıb? 4 üstə gəl X. Deməli 4-ün 4 üstə gəl X olan nisbəti bərabərdir. Balaca üçbucaqda qammanın qabağında dayanıb 2K. Bölünsün böyük üçbucaqda qammanın qabağında dayanıb 3K. Burada 3K'lar ixtisar gedəcək. Buradan 2 ilə 4-də ixtisar aparsaq, burada qalacaq 2 və çarpaz vurub açsaq, olacaq 6 bərabərdir 4 üstə gəl X. X'imiz də bərabərdir 2. Növbəti sualı baxaq. Deməli, A və B hadisələri üçün Y bölünsün X nisbətini tapın. Deməli, uşaqlar, yadda saxlayın ki, baş verməsi ehtimalı, üstə gəl, baş verməməsi ehtimalı bərabərdir, cəmi olur 1. Yəni, tutalım burada, belə deyim də, A baş verməsi ehtimalı olsa, B də baş verməməsi ehtimalı olsa, A üstə gəl B-nin cəmi olmalıdır 1. İndi, burada biz nə edəcəyik? Baş verməsi ehtimalı birincidə 0,28 üstə gəl, baş verməməsi ehtimalı Y bərabər olmalıdır 1-ə. İndi biz buradan Y-i tapsaq, 1 çıxılsın 0,28, Y də bərabərdir 0,72. Eyni qayda ilə burada da deməli baş verməsi ehtimalı X üstə gəl, verməməsi ehtimalı 0,76 bərabərdir 1. X də bərabərdir 1 çıxılsın 0,76. X bərabərdir 0,24. Onlar da bizdən Y bölünsün X nisbətini istəyirlər. 0,72 bölünsün 0,24. Burada olacaq cavabımız 3. Çox hədlini vurubları ayırın deyir. Deməli, biz burada hər ikisində ortaq nə var? 3. 3-ü çıxararıq mötərizənin xaricinə. Deməli, qalar 1 çıxılsın 4A-nın kvadratı. Bu da bərabərdir. 3 vurulsun. Müxtəsər kimi açırıq.
1 çıxılsın 2A, 1 üstə gəl 2A. Deməli, bu sualda biz bunların hamısını açsaq, deməli, n bərabərdir. Bunu açırıq. 100A üstə gəl 10B üstə gəl C. Üstə gəl ikincisini, deməli, 100B üstə gəl 10A üstə gəl B və üstə gəlinsin, deməli, 100C üstə gəl 10C üstə gəl A. Bərabərdir. Bərabərdir yazmayaq, elə n bərabərdir. Deməli, burada toplayaq 100A üstə gəl 10A üstə gəl A. Olacaq neçə? 111A. Üstə gəl, deməli, 10B, 100B və B yenə 111B. Üstə gəl, yəqin ki, 111C olacaq. C, 100C və 10C, bu da 111C. Buradan biz 111'i mötərizənin xaricinə çıxarsaq, olacaq 111 vurulsun A üstə gəl B üstə gəl C. 111'də gəlin biz belə yazaq. Bu deməli rəqəmləri cəmi 3-ə bölündüyündən bu 3-ə bölünəcək. Deməli bunu bərabərdir. Biz yazsaq, gəlin burada aşağıdan yazaq. N bərabərdir. Deməli 111'i yazarıq. 3 vurulsun 37 şəklində A üstə gəl B üstə gəl C. Bu deməli belə. Gəlin indi baxa görək, onlar bizdən nə istəyirlər? 9'a qalıqsız bölünür. Xeyr, bu 9'a qalıqsız bölünmür. 3'ə bölünür qalıqsız. 37'ye qalıqsız bölünür. Bəli, gördüyünüz kimi 37'ye bölünəcək və 3'ə bölünəcək. Onda bizim doğru cavabımız olacaq 2 və 3. Bir yüzünün diagonalı 4/2 cm olan kubun yan səthinin sahəsini tapın. Kubda biz bilirik ki, bütün üzlər kvadratdır. Deməli, burada burada diagonalını da tapsaq, A/2. Deməli, onlar da bizə veriblər 4/2 diagonalı. Elə A/2 bərabərdir 4/2. Kök altı 2'lər ixtisar getsə, A'mız gələcək 4. Deməli, bizim kubumuzun tərəfi 4 cm-dir. İndi S yanı istəyirlər bizdən. S yan səthinin sahəsi bərabərdir 4 vurulsun A-nın kvadratı. Bu da bərabərdir 4 vurulsun 4'ün kvadratı. Bu da bərabərdir 4 vurulsun 16. Bu da bərabərdir 64.